Proqram Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Çəkilişdə göstərdiyi dəstəyə görə Müdafiə Nazirliyinə minnətdarlığımızı bildiririk. Onları bura toplamalıyıq. Hərbi bilikləri, fiziki güclərini, ruh yüksəkliyini artırmalıyıq. Oldu. Hər biri bir ordu sırasına qatılacaq. Hər həftə biri bizlə bir sıralarda olub, eyni səngərdə duracaq. Kimlər seçiləcək? Ən güclülər. Şərtlər? Cəsarət, dözüm, güc və vətənə sevgi. Tapşırığı icra eləyin. Oldu. Bu mövsüm fərqli başladı. Biz birazdan hücuma keçəcəyik və məncə düşməni mütləq məhv edəcəyik. Çinarə artıq müdafiədə deyil, hücuma keçdi. Mən fəxr edirəm ki, əziyyət çəksəm də, çətin də olsa, bugün burada oldum. Bütün tapşırıqları yerinə yetirməyə hazırsınız? Hazırım. Təslim ol! Bitsin bu işlər! Muradsa geri çəkilmədi, təslim olmadı. Orada sanki özümü müharibədə hiss elədim. Və bundan da uzaq çıxa bildik. Hamınıza tapşırığınız icrasında uğurlar arzu edirəm. Poligonda Talib Tali düşmən üçün pusqu qurdu və hər an döyüşün ritmini dəyişdi. Sanki bir real döyüşə hazırlıq gedərmiş kimi hazırlıq getdik, planı yerinə yetirdik. Hətta bir şey deyim ki, biraz hevsləndim ki, niyə belə tez bitdi? Daha istəyirdim biraz uzun çəksin. Bütün bunlara paralel Sıravi Nərmin Hacızadə bizə silahların sirlərini açdı. Azərbaycan əskəri istənilən məsafədən, istənilən hava şəraitində düşməni məhv edər. Əvvəlcə snayper tüfənginin dəqiqliyindən danışdı. Deyilənə görə ən yaxşı snayperlər məhz qadınlar olur. Bugün silahlar haqqında sizə mən yox, baş snayperimiz ətraflı məlumat verəcək. Silahımız 7.62 mm-lik Dragon snayper tüfəngidir. Uzunluğu ümumi silahın 1225 mm təşkil edir. Üzərində PSO-1 adlı optik nişangahımız yerləşir. 4 ipiz, yəni 4 dəfə yaxınlaşdırma gücünə malikdir. Ateş! Sonra isə iri çaplı pulemyotla atəş açdı. Ateş! Bu silahdan atəş açmaq çox böyük cəsarət və güc tələb edir. Təsəvvür edin, mənim əllərim hələ də əsir. Azərbaycan əskəri isə bunu böyük cəsarət və məharətlə edir. Səhnə, adrenalin və dəmirin səsləri birləşdi. Bu dəfəki Sıravi Ulduzda hər kadr döyüşün nəfəsidir. Bu dəfə Sıravi Ulduzun qonağı Namiq Qasımov səhnədən döyüş meydanına çıxır. Bu formanı geyinmək özü bir qürur hissidir. Komandoda yer aldı.
Mən bu gün doğrudan da qürur duyuram ki, belə bir igid qardaşlarımızın ətrafındayım. Silahla peşəkarcasına davrandı. Tapşırıqları yerinə yetirdi. Çalışdığı qədər istəyirdi ki, daha da yaxşı olsun. Əlbəyaxa döyüşdə geri çəkilmədi. Qarşıda bizi doğrudan da çətin təlimlər gözləyir. Əməliyyat qrupunun üzvü oldu. O, bu dəfə səhnədə yox, sınaqda parladı. Burada da dəhşətli bir həyəcan var, biləsiniz. Sıravi ulduz. Hər bir addım sınaq. Hər bir sınaq bir qələbə. Bugün Sıravi Ulduz'un yeni bölümü efirdədir. Bugünkü buraxılışın qonağı Namik Qasımovdur. O, hərbi hissəyə qədəm qoyur. Bu qapıdan içəri girən hər kəs üçün artıq hər şey dəyişir. Burada söz yox, nizam danışır. Qapıdan içəri girən kimi adi həyat geridə qalır. Burada tək bir qayda var. Tapşırıq icra olunur. Bu verilişə baxırdım, Sıravi Ulduz verilişinə. Doğrudan da həm maraqlı verilişdir. Fərq eləmir, uşaq olsun, böyük olsun, vətənpərvərlik ruhu. Bilirsiniz, bu belə bir, necə deyirlər, təəssürat bağışlayır adama bu veriliş. Mən haradasa hiss edirdim mənə də zəng vuracaqlar. Doğrudan da xoş oldu. Həm burada bizi qarşılamaq, həm buradakı uşaqların aktivliyi, yəni bizim əsgərlərimizin çevikliyi, hər şey maşallah göz qabağındadır. Mənə xoş oldu, bir daha deyirəm ki, bu insanların, yəni bu qardaşlarımızın ətrafında olmaq, onlarla bir yerdə təlim keçmək və inanıram ki, bizim böyüyən gələcək nəsil də bu verilişləri görüb daha da vətən sevgisi olacaq, daha da vətənə qarşı, necə deyim, əsl məhəbbət yaranacaq onlarda. Hərbi hissəmizə xoş gəlmişsən. Çox sağ ol. Keçirilən təlimləri iştirak etməyə hazırsanmı? Hazıram. Buyur. Nizam-intizamın ilk addımı geyimdən başlayır. Hərbi forma məsuliyyət simvoludur. Onu geyinən insan artıq sadəcə öz adını yox, bir vətəni daşıyır. Namik üçün bu an təkcə geyim deyil, bir and, bir hissin başlanğıcıdır. Hərbi hissəyə daxil olduq, bizi forma ilə təchiz elədilər, təşəkkürümüzü bildiririk və təbii ki, bizə də indi xəbər elədilər ki, biz artıq buradan səhər idmanına hazırlığa getməliyik və təbii ki, buradan gedirik səhər idmanına. Mən ona müqəddəs bir forma deyirəm, geyim deyirəm. Bu formanı geyinəndə insan inanın ki, doğrudan da sıfırlanır. Beyin olaraq hər şey sıfırlanır. Çünki bu formanı geyinən bizim igid qəhrəmanlarımız var. Şəhidlərimiz olub, Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimiz var və indi də təbii ki, vətənimizin keşiyində duran hərbiçilərimiz var, Allah qorusun. Yəni doğrudan da bu formanı geyinmək özü bir qürur hissidir. Mən bu gün fəxr edirəm ki, bu formanı mən illər sonra yenidən geyindim. Gün təzə doğur, amma təlim artıq başlayıb. Səhərin ilk sınağı idman hərəkətləridir. Nə qədər nəfəsin varsa, o qədər də iradən var. Əskərin hər addımı, hər hərəkəti sabahki döyüş üçün stimuldur. Güc sınağı bədənlə yox, iradə ilə ölçülür. Yorğunluq əskərin dostudur. Bu meydanda bacarmaram sözü yoxdur. Burada hər kəs bacarır. Çünki məcburdur. Namik əskərlərdən heç də geri qalmır. Bu, onun idmana olan həvəsindən irəli gəlir. Namik, qarşıda təlimlər var, özünü yorma dedik. O isə... Mən mütəmadi idmanla məşğul olduğuma görə bu mənim üçün hal-hazırda ən asan bir proseslərdən biri oldu və təbii ki, əskərlik xidmətimi xatırlatdım. İndi qarşıda bizi doğrudan da çətin təlimlər gözləyir, onları sizə biz göstərəcəyik. Səhər idmandan Sıravi Ulduzumuz yaxşıdır, normal idi. Elə də demək olmaz da, yəni çox zəif idi. Yox, normal idi. Həm can yandırırdı, həm həvəsi var idi, həm də ki, yəni bizim heyətimiz məşq idman eləyən vaxtı ruh yüksəliyi verəndə bu daha da çalışdığı qədər istəyirdi ki, daha da yaxşı olsun, daha da
yaxşı çıxsın bizim aramızdan. Əvvəl idmanla məşğul olduğuna görə, indi də yəni bazada biraz qalıb deyənə, ona görə çətinlik elə də çətinlik çəkmirdi. Amma bacardığı qədər də istəyirdi daha da yaxşı olsun, istəyirdi daha da yaxşı olsun. Biz başladıq səhər idmanından və təbii ki, bildiyiniz kimi mən idmanla mütəmadi olaraq məşğul olduğuma görə bu proses mənim üçün təbii ki, asan bir proses oldu. Çünki mən artıq illərdir idmanla məşğulam. Düzdür, indi professional idmanla məşğul olmasam da, yüngül varı özüm üçün idman edirəm. Bu proses yüngül bir proses oldu mənim üçün, bu idman. Bu günləri Sıravi Qasımov bizim qonağımız olub, bizim sıralarımızda iştirak edəcək və bizim keçdiyimiz təlimlərdə o da öz fəaliyyətini göstərəcək. Onun üçün biz ona indi hal-hazırda silah və təchizatla təmin edəcəyik. Təlimin keçirildiyi ərazi sadəcə torpaq deyil, gələcək əməliyyatların simulyasiyasıdır. Hər daş, hər çuxur, hər səssizlik bir təhlükə kimi dəyərləndirilir. Sıravi Qasımov başa düşür ki, burada oyunun təsadüfün və təkrarın yeri yoxdur. Mən fəxr edirəm ki, doğrudan da belə bir oğlanlarımız var, igidlərimiz var. Allah hamısının canını sağ eləsin. Mən bu gün doğrudan da qürur duyuram ki, belə bir igid qardaşlarımızın ətrafındayım. Hər bir ruh tək adamla qurulmur. Bu bir komanda işidir. Namik şəxsiyyətlə tanış olur. Bu andan etibarən o artıq tək deyil. Bizim hal-hazırda əlimizdə tutduğumuz silah AK-74 M silahıdır. Bu, düşmənin canlı qüvvəsini, alçaqdan uçan yüngül zirehli hədəflərini məhv etmək üçün təyin olunur. Və dünya üzrə ən çox geniş yayılmış silahlardan biridir. Silah suda, quruda, fərqi yoxdur. Bütün hallarda, bütün ehtimal olunan hallarda silah tam şəkildə istifadə etməyə yararlıdır. Yəni, bu silah üçün sərhəd deyilən bir şey yox. Hər bir yerdə, suda, quruda, bataqlıq olan yerlərdə, silah nə qədər çirkab olsa da, silah öz fəaliyyətini davam elətdirir. Yəni, atəş açmaq silahdan daim olur. İlk növbədə silahı biz istifadə edərkən, silahı tam şəkildə qavramalıyıq. Silah bizim üçün bizim bir parçamız olmalıdır. Yəni, silahdan tam şəkildə, düzgün qayda istifadə etsək, biz düşməni çox rahat şəkildə məhv edə bilirik. Çox rahat şəkildə. 3 atış üsulu var, uzanaraq, diz üstə və ayaq üstə. Atəş açmaq üçün ilk növbədə bizim silah istifadə etmək üçün bizim duruşumuz düzgün olmalıdır. Və silahı özümüzə düzgün şəkildə bədənimizə uyğunlaşdırıb atəş açmalıyıq. Silah qundaq hissəsi bizim çiyin boşluğumuza düzgün yerləşdirilir. Hədəf, düşmən seçilir, təyin olunur və nə edirik? Biz nişan alırıq, boylucunu açırıq, silah doldurulur, boylucu bağlanır, sonra hədəf təyin elədik, boylucunu. Burada tək-tək də var, avtomatik də var. Tək-təkə və yaxud avtomatik qoyduq, atəşimizi açdıq, nə elədik? Boylucunu bağladıq. Bütün hallarda atəşdən sonra boylucu bağlı olmalıdır və atışdan qabaq da boylucu bağlı olmalıdır. Bu bizim ilk növbə təhlükəsizliyimizi təmin edir. Hər şey aydındır. Təbii ki, mən hərbi xidmətdə olduğuma görə bunları bilirəm, amma yenidən təbii ki, təkrar bunu ən azından illər keçib üstündən bunu təkrardan mənə izah eləməkləri mənim üçün xoş oldu. Bilmədiyim şeylər var ki, yaddan çıxır, onları mən yenə yadıma saldım. Təşəkkür edirəm komandirə, minnətdaram. Yollandıq, şəxsiyyətlə tanış olduq, məni şəxsiyyətə təqdim elədilər, o şəxsiyyətin sıralarına qatdılar və təbii ki, ilk öncə olaraq biz silahla başladıq yenidən tanış olmağa. Silahın atışı, silahla davranışı, bu barədə bizə hər şeyi belə izah elədilər. Bizim komandoslar orada. İlk növbədə önə baxırıq. Silah bütün hallarda önə baxır. Bütün hallarda. Heç bir halda, yəni heç bir ehtimal silahı sağa, sola, geriyə çevirməyə yəni əsas vermir. Qarşıya baxırıq, nə də hədəfi təyin elədik. Hədəf bizə göstərildi, yəni atış zamanı. Hədəf bizə göstərildi, hədəfi təyin olundu. Hədəfi tanıdın, yəni hədəf artıq bizdən ki, sən hara atacaqsan. Hədəf təyin olundu. Nişan alırıq, indi. Tam rahat şəkildə. Əli biraz, bu əli qabaqdan tutulur. Çünki bu geri qabağa gedən narahat edə bilər. Biz artıq bunu doldurmuşuq silahı. Siz qabağa baxın, ora baxmaya ehtiyac yox. Ora baxmaya ehtiyac yox. Sadəcə, bu bir refleks. Əlinizi biraz qabağa çəkirsiniz, bunu açırsınız. Açdıq, bir dənə də açdıq. Tək-təkdədir, siz artıq tuta bilərsiniz buradan. Tutur, barmağınızı qoyun tətiyə.
Nişan alırıq, atış keçirə bilərsiniz. Elədik, sonra qoyucunu bağlayırıq. Hədəf məhv olundu. Bu bir mənim atdı. Əgər ehtiyac olarsa, biz təkrar silahı nenirik, doldursunuz silahı, siz təkrar silahı doldurduq, düzdür, qoyucuya qoyduq. İndi biz hədəfə avtomatik atacağıq, yəni tək mərim atmayacaq. Avtomatikə qoyuruq, o qayda atırıq. 2, 3, 5 mərimi, yəni 3 saniyə əlimizi tətikdə saxlayırıq. Yəni seridən 2, 3, 5 mərimi gedən olsun, tətikdən əlimizi buraxırıq. Mən sizin üçün qoyucunu açıram. Avtomatikdə də artıq bu nişan alırıq. Yaxşı. Düşmən məhv olundu, qoyucunu bağladım. Silahla tanış olma təlimində Slavi ulduzumuz orada da yenə də biraz karıqdı bəzi şeylərdə, amma yenə də can yandırırdı ki, istəyirdi hər şey yaxşı olsun. Silahdan ilk açanda istəyirdi ki, biraz yaxşı olsun, çətinlik çəkməsin. Amma elə də oldu, yəni pis deyildi. Bir insan pis silahdan biraz uzaq qaldıqda, yəni hərbi xidmətdən uzaqlaşdı, hərbi ehtiyata buraxıldı. Yəni silahdan uzaq qaldığına görə normal sivil həyatımızda da belə silahdan istifadə olmadığına görə, sırf hərbiçi olduğumuza görə biz istifadə edirik. Ona görə hər gün təlimlər, məşqlər bizə daha rahat gəlir. Bu biraz düzdür, silahdan uzaq olduğuna görə biraz çətinlik çəkdi, amma yenə də sonra özünü yavaş-yavaş doğrultdu. Bu dəfə Sıravi Ulduzun qonağı Namiq Qasımov səhnədən döyüş meydanına çıxır. Bu formanı geyinmək özü bir qürur hissidir. Komandoda yer aldı. Mən bu gün doğrudan da qürur duyuram ki, belə bir igid qardaşlarımızın ətrafındayım. Silahla peşəkarcasına davrandı. Tapşırıqları yerinə yetirdi. Çalışdığı qədər istəyirdi ki, daha da yaxşı olsun. Əlbəyaxa döyüşdə geri çəkilmədi. Qarşıda bizi doğrudan da çətin təlimlər gözləyir. Əməliyyat qrupunun üzvü oldu. O, bu dəfə səhnədə yox, sınaqda parladı. Burada da dəhşətli bir həyəcan var, biləsiniz. Sıravi Ulduz, hər bir addım sınaq, hər bir sınaq bir qələbə. Bizim növbəti əməliyyatımız, dərsimiz bina əməliyyatlarıdır. Biz hal-hazırda bir dəfə və yaxud da bir neçə dəfə onun təlimini keçəcəyik və sonra düşmənlə təmas vəziyyətində hansı qaydada icra olunmalıdır, canlı döyüş tapşırığı kimi o qaydada biz bu tapşırığı icra edəcəyik. Bina əməliyyatlarının biz təlimini keçən zaman bizim bir qrupumuz iştirak edəcək. O qrupun tərkibini sizə əlavə edəcəm və siz o qrupun tərkibində fəaliyyət göstərəsiniz. Yoldaş Gizir Əhmədov sizə qrup tərkibində bina əməliyyatları zamanı hansı fəaliyyətə göstərməlisiniz, nəyi necə etməlisiniz, hansı qayda etməlisiniz, hansı qayda təhlükəsizlik qaydalarına riayət etməlisiniz, onun hamısını sizə göstərəcəm və başa salacaq. Aydındır. Komandir qısa, dəqiq və sərt danışır. Tapşırıq aydındır. İndi o bir sıra, bir plan, bir əmrin içindədir. Döyüş meydanında tək qalmaq mümkün deyil. Hər əskər, hər nəfəs, hər baxış bir bütöv mexanizmdir. Namiq artıq bu komandanın bir üzvüdür. Bu gördüyümüz müxtəlif atış üsullarının divarıdır. Bu, istədiyimiz üsullarda divarı soldan, divar küncündən sağdan, ayaq üstə, hədəf kiçildərək və diz üstə uzanaraq atış üsullarının yerinə yetirilir. Bu da ki, bina əməliyyatlarında, düşmən tərəfə himayəli sıçrayışlarda yerinə yetirilir. Bu, ayaq üstə düzgün atışdır. Hədəf kiçildərək, bu diz üstə atışdır. Diz üstə sağ atışdır, bir də diz üstə sol atış. 10, 11, 12-də uzanaraq atış üsullarıdır. Bina əməliyyatını yerinə yetirmək üçün bir qrupdan 4 nəfərdən ibarət olur. Bina əməliyyatı məsələ koridorlarda almaz şəkilli, T şəkilli olur, bir kolonda olur.
Qabaqdakı gedən daima qabağa, ikinci gedən sağa, üçüncü gedən sola, dördüncü gələn arxaya, bir də qabağa bax. Arxa qabaq daima müşahidəli olaraq. Divardan 50 sm uzaqda olmalıdır ən azından. Daima koridora giriləndə göz daima açıq olmalıdır. Ancaq diqqət öndə olmalıdır. Və qarşındakını daima dinləməlisən. Məsələn, daraq dəyişmə lazım olanda qarşıdakı qışqırır daraq, keçdi arxaya, arxadakı ikinci keçir qabağa. Mən məsələ belə dinləmişəmsə, mən keçirəm arxaya, sən keçirsən mənim yerimə. Sən olursan birinci, ikinci, üçüncü, mən olam dördüncü. Dördüncü mən olduğuma görə təzən arxamı mən müşahidə edirəm. İçəri girməmişdən öncə qapının sağı solu yoxlanılır, hər tərəfi. İçəri girməmişdən öncə qapı çölə açılır, içəri açılır, arxaya ötülür. Qapının ayağın səki varsa, balaca bir balkon varsa, o hamısı göstərilir. Qapının petlələri sağdadır, soldadır, hamısı göstərilir. İçəri qumbara atılacaqsa, içəri qumbara atılır. Atılmayacaqsa, məsələn, içəridə əsir varsa, girib əsiri xilas edəcəksə, içəri girəndə ilk öncə gözün əsir vəəsirin arxasındakı olanı görməlisən. Atış eləyəndə əsirə yox, yəni arxasındakına daima o qədər güvən atışları olur bizdə. Məsələn, arxada əsir qabaqdadırsa,əsirin arxasında bir nəfər məsələsi var, diriyibsə başına, yəni arxadakını vurmağa görə daima bizdə güvən atışları olur. Əsiri qurtarmaq olur, sonra məsələn, otaq içində otaq olur. Məsələn, girdik birinci otağa, ikinci otaq olur, üçüncü otaq olur. Onlar da bir-bir daima eyni qrup şəklində axtara, təmizə girir içəri. İçəridə ölü varsa, məsələn, ölü yoxlanılır. Ölü də yoxlanandan sonra əllər, ayaqlar üst-üstə bağlanır, otaq işarətlənir. Otaqdan çıxanda ikinci qrup gələn şəxs, ikinci gələn qrup. İçərini yoxlamağa, məsələn, bir var, vaxt itkisi var orada. İçəri girməmişdən öncə, məsələn, baxdı, hə, bu yoxlanılıb, ölü yoxlanılıb, işarət qoyulub. İşarət də girməmişdən öncə, məsələn, iki dördlü qrupdursa, arxa qrupda bilməlidir, bizim qrupda bilməlidir ki, sən X işarəsi qoyacaqsan, dairə çəkəcəksən, nöqtə qoyacaqsan ora, sprey kraska ilə ya nəyləsə də, yəni bildirməlisən ki, bütün qrupun şəxsiyyəti bilsin. İkinci qrupun şəxsiyyəti bilməlidir ki, biz birinci qrup olaraq təmizliyə gediriksə, arxamızdan gələn bir də ora girməsin, vaxt etkisinə görə. Ən çətin döyüşlərin içində deyərəm ki, ən çətin bina əməliyyatı döyüşüdür. Başlayaq indi biz bir qrupda irəliləməyə. Dediyim kimi, silah məndə qabağa baxır, sənin silahın sağa, silahı qabağa tut, qolunu dirə bölmə. Silah qabağa tut, qolunu dirə bölmə. Namiq hər məqama diqqətlə baxır. Əskərlik təcrübəsi olan Namiq bilir ki, ən vacib amillərdən biri təlimdir. Arxadakı üçüncü şəxsin, dördüncü şəxsin silahı yuxarı baxır, çünki otağa girməlidir. Biz buradan yaxınlaşdıq, gəldim, durdum burada. Göstərirəm, məsələn, solda qapı, göstərirəm, məsələn, ayaq altı varsa, ayağını göstərirəm, gözünlə göstərirəm, cəhdələr sağdadır, qapı çölə atılır, hamısını bir-bir göstərirəm. Sən də arxaya ötürürsən, məsələn, onu. Arxaya ötürəndən sonra, qapı açıqdırsa, mən müşahidə edirəm. Mən müşahidə eləyə, dilimləyirəm. Bütün otağın içini, buradan gəldim, bütün otağın içini, dilimləyə, xırlanıb keçirəm belə, tam görüş atışına qədər. Məsələn, qabaqda düşmən varsa, deyirəm düşmən, mən atış eləyirəm, sən buradan sökürsən aşağı, söküb atış eləyir. Mən məsələn, düşmən məhv olandan sonra deyirəm təmiz. Təmiz deyəndə qalxırsan ayağa, silah daima baxır belə. Deyirəm girirəm, əlimlə ötürəm. Sən də arxaya ötürsən əlimlə, sağ əlimlə. Arxa da ötürəndən sonra sənin çiynini sıxırlar. Sıxandan sonra sən də mənim çiynimi sıxırsan, mən bilirəm ki, hazıram. Hazır olandan sonra mən gəldim, çəkdim silahı, bax burada. Qapının içində həmişə silah nəyə görə çəkilir? Burada olar, mən məsəl üçün gedərəm, bunun arxasına görməyəm, düşmən olar, silahını dağıtar. Dağıtır, mənə özünə çəkir, tapantasına da vura bilər. Çəkdim bura, baxdım, girdim içəri. Burada təmizsə, fırlanın gəldim belə. Mən gələndən sonra sən girir. Silahı çəkirsən özünə, sağa.
Çəkdi silah, təzən çəkirsən qabağa. Qabağa çəkəndən sonra keçirsən o yana. Sonra gəlir üçüncü şəxs. Üçüncü şəxs gəldi, dördüncü şəxs gəldi. Gələndən sonra başlayırıq irəliləməyə. İrəliyə, bu keçir sağa, mənim arxama. Bu keçir sağın arxama. Gəldi otağın tam ortasına gedin olur. Gəldi bura baxdı. Burada mən silahımı dəyişirəm, çünki mən soldayım. Sən sağdan baxırsın, yox sağdan. Oradan baxsın. Dördüncü şəxs pəncərədən, buradan. Üçüncü şəxs də buradan bax. Baxdı, atış elədi, qışqıram təmiz. Təmiz deyəndə gələm girirəm. Hamı qışqırır ki, gir. Gir deyəndə gördüyünüz təzdən qalxırıq ayağa. İki nəfər. Qalxır ayağa, sıxır belimi, mənim belimi sağ belim. İrəliyirik qabağa. Gəlirik bir kanalda. Gəldi bura. Burada da açıldı. Gələ müşahidə edirəm. Adam oradan baxır. Atış elədi, təmiz. Yürəm. Birisi gir. Təzən keçdi arxaya. Sular dəyişdi. Gəldi kontrol atış eləməyə. Yandı burada, başladı kontrol atış eləməyə. Yəni nəsə çətin bir şey, nəsə bir sualın varsa, nəsə qaranlıq qalsa deyə bilərsin. Xeyr, aydındır. Plan aydın, əmrlər dəqiq, məqsəd sadədir. Koordinasiya, çeviklik və nəzarət. Bugün sınaq real döyüşün kiçik modelidir. Hər mərhələ növbəti məsuliyyət deməkdir. Hər əməliyyat sükutla başlayır. Solda qapı. Solda açıq qapı. Düşmə. Bağlı qoruyucunu. Dəmir. Yürəm. İlerle. Düşman! Tanır! Yürü! Silah hər bir əskərin ən yaxın dostudur. Onu anlamaq üçün səssiz qalmaq, diqqətlə dinləmək lazımdır. Namiq ilk dəfədir ki, bu sınaqda silahı hiss eləyir. Hər atəş dəqiqliyin, səbrin və soyuqqanlılığın ölçüsüdür. Təlimdə səbr, diqqət və inam lazımdır. Dəqiqlik burada taliyin bir ölçüsüdür. Namiq artıq silahı idarə eləmir. O, onun bir hissəsinə çevrilib. Mən ilk dəfə hərbi hissəyə daxil olanda, yəni bizim üçün adi bir şey də çəkiliş belə deyək, çünki çox çəkilişlərdə oluruq. Amma bura hərbi hissəyə daxil olanda yenə də fikirləşdim, yəqin adi bir günlərdən biri adi bir çəkiliş olacaq. Amma inandırım ki, yəni adi bir çəkiliş deyil bu. Çünki bizi belə deyək, qarşıda olan o təlimlər ki, biz keçdik orada, həqiqətən də real bir şeydir də bu. Necə deyim, bir var durursan, oxuyursan, hansısa bir proqramını sənə çəkirlər və yaxud da hansısa bir yerdə oxuyursan çəkirlər, proqramda olursan. Amma biri də var ki, sən real həyatda təlim keçirsən, özü də hərbi təlim. Xoş oldu, doğrudan da xoş oldu. Mən bu qəhrəman igidlərimizin ətrafında olmağım, yenidən məni o abu-havaya düşməyim, o abu-havada yaşamağım, bizim komandamız doğrudan da çox möhtəşəm. Vallahi mən bir də onu deyə bilərəm ki, igidlər. İnanın ki, təlim də olsa, burada da dəhşətli bir həyəcan var, biləsiniz. Allah igidlərimizi qorusun. Tapşırıq sadə görünsə də, icra çətindir. Hədəfə səssiz yaxınlaşmaq, koordinasiya və ani reaksiya. Bu mərhələdə saniyələr belə hər şeyi dəyişə bilər.
təbii ki, təlim düşündüyümüzdən çətin olur, amma təbii ki, mən hərbi xidmətdə olduğuma görə, silahla davranışım olduğuma görə mənə bu bir zövqdür və bir də ki, bizim belə canavarların, bir qardaşlarımızın ətrafında olmaq özü bir qürur vericidir. Allah hərbiçilərimizi qorusun, ordumuzu qorusun. Əla əsl kişilik məktəbi. Bu ilk təlimi başladı bina əməliyyatı təlimindən. Bina əməliyyatı şəhərlərdə, kəndlərdə, müxtəlif yaşayış yerlərində olan döyüşlər üçün nəzərdə tutulur. Bina əməliyyatında məsələn bir qrupda 4 nəfər ola bilər, 8 nəfər ola bilər. O qruplar da 2 yerə bölünür. Məsələn, bir qrup içəri daxil olduqda ikinci qrup onun arxasıca kömək kimi gəlir. Məsələn, otaqlar çox olduğuna görə 2 qrupdan istifadə olunur. Bu sıravi ulduzumuz da ilk öncəsində düzdür, biraz çox səhvlər elədi, amma yavaş-yavaş, yəni 3-4 məşqdən sonra başladı yavaş-yavaş özünü düzəltməyə. Namik komandaya uyğunlaşmağa çalışır. Artıq hər addım instinktə çevrilir. Əməliyyat başlayır. Burada düşünmək üçün vaxt yoxdur. Hər hərəkət, hər baxış bir qərardır. Komanda səssiz, amma bir nəfəs kimi hərəkət eləyir. Bu artıq təlim deyil, ruhun oyandığı andır. Sıravi ulduzumuza bir təlim keçdi. O da ki, düşmən atışı altında himayəli sıçramalar. Himayəli sıçramalar da düşmən atışı altında olduqda düşmən atəş zamanı düşmən postuna, düşmən mövqelərinə yaxınlaşmaq üçün nəzərdə tutulub. Himayəli sıçramalarda orada da yəni bir səhvi var idi. O da diz üstə çökərkən biraz çətinlik çəkirdi. Amma yenə də bacardığı qədər çalışırdı, vuruşurdu ki, sırf yaxşı alınsın etdiyi təlimlər, etdiyi məşqlər. Zabitlərimiz təbii ki, bizlə yəni rəftarı çox gözəl rəftar elədilər, çox gözəl izah elədilər. İnanın ki, yəni mən deyim ki, anlayışı olmayan adam, yəni mənim anlayışım olduğuna görə deyirəm, anlayışı olmayan adam bir şəxs gəlsə, sağ olsun bizim zabitlərimiz, o qədər gözəl izah elədilər, o qədər hər şeyi yerində, nöqtə-bə-nöqtə, vergülünə qədər izah elədilər. Biz sonra oradan döyüş təlimləri başladıq keçməyə. Hansı ki, o döyüş təlimləri doğrudan da vacib bir təlimlərdir. Çünki döyüş zamanı bilirsiniz ki, ən çətin döyüşlər binada, evin içində olan döyüşlərdir. Bina daxilində olan döyüşlərdir. O təlimləri keçdik. Bu dəfə tapşırıq daha mürəkkəbdir. Düşmən hədəfi dəyişib. Qrup taktiki şəkildə bölünür. Hər kəsin öz rolu var. Namik atəş dəstəsinin tərkibindədir. Hərəkət, siqnal, atəş. Hər şey saniyələrlə ölçülür. Hər sınaq bir əvvəlkinin davamıdır. Məsafə qısadır. Hədəf daha yaxın, risk daha böyükdür. Təcrübə artıq intuisiyaya çevrilib. Namik artıq bilir. Döyüşçü olmaq göstəriş yox, instinktdir.
növbəti təlim bilmirəm hansıdır. Amma mənə belə gəlir ki, çətin bir şey olacaq. Çünki uşaqlar maşallah dəhşət hazırlaşırlar. Mən də əlbəttə ki, özümü orada göstərməyə hazıram. Çünki mən hərbi xidmətdə olduğumdan və həm idmanla məşğul olduğumdan bu işlər demirəm asandır. Təbii ki, çətindir, hər bir işin çətinliyi var. Amma hərbi başqa şeydir, doğrudan da. Belə deyək. Gözləyək, növbəti təlimimizə görə nə olacaq. Son mərhələ, real döyüş simulyasiyası. Artıq burada təlim bitib. Adrenalinin və instinktin döyüşü başlayır. Hər addımda həyat, hər nəfəsdə məsuliyyət var. Namiq artıq sıravi qonaq deyil. O, bugün bu torpağın döyüşçüsünə çevrilib. Əlbəyaxat döyüşdə bizim şəxsiyyətlə məşqlər olunanda yenə də pis deyildi, normal idi. Çünki 1-2 fənni göstərən kimi normal qarşıladı, normal həyata keçirdi. Yenə də pis deyildi orada da. Orada da bizim şəxsiyyət də özü də köməklik elədi, özü də daha da bizim şəxsiyyəti gördü, bizim şəxsiyyətin döyüşdən, əlbəyaxat döyüşdən gördükcə özü də daha da həvəslənirdi. Yəni, yenə də deyirəm, özü əvvəllər idmanla məşğul olduğuna görə bazasında da biraz var idi. Yəni, bir insanın qoluna girərkən nəsə fənd atmaq istəyəndə adamda qolunda güc olduğuna görə onun üçün daha rahat olur. Biz çox verilişlərdə oluruq, yəni səhnələrdə, şoularda, fərqlənmir telekanallarımızda. Amma inanın ki, mən bir söz deyim ki, bizim telekanallarımızda belə bir verilişlərin çox olmağı, inandırım ki, gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldə bilər. Ona görə mən buradan bir mesaj deyim ki, çalışaq belə verilişlərimiz çox olsun. Doğrudan da əsl kişilik məktəbidir bu. Yəni qoy bizim gənclərimiz də, balaca balalarımız, körpələrimiz belə bir vətənpərvər ruhda böyüsünlər. Döyüş səssiz başlayır və qürurla bitir. Bu təlimin sonunda Namiq artıq başqa biridir. O bugün Sıravi Ulduz adını qazanır. Sonda mən onu demək istəyirəm ki, bu formanı geymək doğrudan da çox böyük bir qürur hissi bəxş edirdi insanlara, yəni mənim özümə də. Mən buradan onu deyə bilərəm ki, bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüsünlər, əsgəri xidmətə getsinlər. Çünki həm müxtələşirlər, formalaşırlar həyata, baxışları, hər şey dəyişir. Əsgəri xidmət doğrudan da insanda əzmkarlığı artırır, möhkəmliyi artırır, vətənə olan sevgi, dövlətə olan sevgini artırır və bu formanı da hər zaman qürurla geyinsinlər əyinlərini. Sıravi Ulduz təkcə gücün deyil, ruhun da sınağıdır. Gələn həftə eyni vaxtda görüşənə qədər. Gözünüz Xəzərdə olsun.